Charlie və şokolad fabriki nağılı. Nağıl çox kasıb bir ailədə yaşayan Charlie Bucket adlı balaca oğlan haqqındadır. Charlie və ailəsi şəhərdəki sirli, möhtəşəm Willy Wonka şokolad fabrikinin yaxınlığında yaşayırlar. Charlie'nin ən böyük arzusu bu fabrikin içinə girmək idi. Bir gün fabrikin sahibi Willy Wonka qəribə bir elan verir. Satışa çıxarılan şokolad qəliblərindən 5-nin içində qızıl bilet var. Bu bileti tapan 5 xoşbəxt uşaq fabriki gəzmək hüququ qazanacaq və ömürlərinin sonuna qədər onlara kifayət edəcək qədər şirniyyat veriləcək. 4 qızıl bilet dərhal tapılır. Bu biletləri tapan uşaqlar August Gloop, Veruca Salt, Violet Beauregard və Mike Tvee idi. Charlie sonuncu bileti tapır. Bu da onun ən böyük arzusunu gerçəkləşdirir. O, babası Joe ilə birlikdə bu sirli səfərə yollanır. Willy Wonka ilə birlikdə fabrika daxil olan 5 uşaq inanılmaz və sehirli bir şokolad dünyasına düşürlər. Şokolad çayları, yeyilə bilən otlar və umpa lampalarının yaşadığı otaqlar. Lakin 4 uşaq öz pis xüsusiyyətlərinə görə acgözlük, özbaşınalıq, saqqız düşkünlüyü və televizor asılılığı sınaqlardan keçə bilmirlər və yarışdan kənarlaşırlar. August şokolad çayına düşür, Violet sınaqdan keçirilən qəribə bir saqqızı çeynəyərək nəhəng bir göbələyə çevrilir, Veruca qoz sındıran sincabların olduğu otaqda çürük qoz kimi qiymətləndirilir. Mike isə teleşokolad otağında kiçilərək itir. Wonka'nın vərəsəsi sonda təkcə Charlie Bucket qalır. Çünki o, təvazökar, dürüst və qaydalara riayət edən uşaq idi. Willy Wonka əsl niyyətini açıqlayır. O, fabriki idarə etmək üçün özünə layiqli bir varis axtarırdı. Charlie, Wonka'nın gözlədiyi bütün xüsusiyyətlərə malik olduğu üçün fabrikin yeni sahibi seçilir. Charlie babası və bütün ailəsi ilə birlikdə Willy Wonka'nın qeyri-adi şokolad fabrikinə köçür və nağıl xoşbəxt sonluqla bitir. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.